Hamıya salam videoma. Hamınız hoş geldiniz. Bugün sizlerle birlikte dostuma 2 kaşıqlıq hediye hazırlayırıq. Gəlin başlayaq. Gördüyünüz kimi renklerin ne olduğunu göstərir. Və mən də bunu tabii ki də öz ağlımla kağızdan elədim. Yəni açıb içini görəcəm. Mən deyirəm nəsələ çox sürpriz şeyler sevdiyimə görə ona görə edirəm və çox şeyləri, yəni hamısını paketlərin soydum. Çünki qəşəng görünmürdü və belə açdıqda çox gözəl görünürdü və hamısı təzədir. Gəlin başlayaq. Bu arada uşaqlar, əgər sevsəniz bu kanalın yəni başka bir kanal açıp bütün videolarımı bundan edə bilərəm. Bir qaşıq əlavə olundu və ikinci qaşıq da əlavə olundu. İndi isə gəlin uşaqlar görək nə çıxıb. Bu arada o mənə hazırlamışdı. Mən də ona hazırlayıram. Gördüyünüz kimi narıncı çıxdı. Qəhvəyi. Yenə narıncı. Qara. Sarı. Mavi. Ağ. Bu arada əşyalardan çoxdur, sadəcə şifrəyə yerləşmədiyi üçün belə bir şəkildə hərəsindən 2-3 dənə qoydum. Sarı. Bu arada qızılı gümüş də yazdım. Çünki əşyalarım çoxdur, rəngləri o qədər də tapamadım. Qızılı gümüş yazdım. Qırmızı. Yenə qırmızı. Və bildim qırmızıdır. Şaşıracaqdım. Pəmbiş. Xətim bəlkə oxuyamırsınız, amma belə bir şəkildə göstərirəm. Pəmbiş yazmışam. Və narıncı. Bol narıncıdan çıxır bu arada. Və gördüyünüz kimi qırmızı, yenə qırmızı. Sarı. Gümüşü. Mor. Gördüğünüz gibi mor. Sonra pembiş yine. Kızılı. Ve sonuncu narıncı. İndi social qabımızı koyup hediyelerimizi seçirik. Bunları qıra qoyaq. Bu arada burada da səbətimiz var. Səbətimizə əlavə edəcəyik bunları. Birinci qızıldan başlayaq. Qızılı 2 ədəd düşüb. Qızılını təmsil edən oyuncaqdır. Və mən də oyuncaq gətirmişəm. 2 tane oyuncaq verəcəm. Bir bu. Bir ədəd də fırlanan çarx verəcəm. Bu arada bunu tez almışam paketindən. Hamısı soyulub. Gördüyünüz kimi 2 ədəd bu və əlavə edirik. Sonra isə gümüşü rəngimizdən bir dənə çıxıb və bu uzanan əlimizi
temsil edir. Ve buradan da uzanan elimizi götürürük. Düz 3 adet sarı çıxıb. Sarı isə qələm qabını təmsil edir. Gördüyünüz kimi 1, 2, 3 ədəd qələm qabı götürürük. Səbətimizə yerləşmədiyinə görə qırağa qoyub, yəni səbətimizin yanına qoyacağıq uşaqlar. Sonra isə bir ədəd mor çıxıb. Və mor isə gördüyünüz kimi kart təmsil edir. Mən də gördüyünüz kimi burada bol kartlarım var və bir dənə kart verəcəm. Hansı verək? Çox gözəl çeşidlər var. Gəlin gözəlim verəyim. Qız verəyim gəlin. Və bir dənə bunu verək. Səbətimizə əlavə edirik. Düz 4 dənə narıncı çıxıb. Gördüyünüz kimi. Bu isə dəftərimizi təmsil edir. 4 dənə dəftər əlavə edirik. Bol çeşidli dəftərlərimiz var. Gəlin seçəyin. Bir dənə bundan seçək. Bir dənə krombi seçək. Bir saniyə. Bir dənə rəy seçək. Bunu seçək. Bir də bunu seçək. 4 dənə aldım. Və bunları da əlavə edirik. Bu buna yerləşmir sanırım. Yerləşdi. Bir ədəd ağ çıxdı. Və ağ isə LCD paneli, yəni planşet göstərir. Elektron planşet. Gördüyünüz kimi planşetdir. Bir saniyə kameramızı qoyaq bura. Sizə göstərdim. Böyle şekilde. Yoktan da silelim. Ve bunu bırakladık. Bu arada dəftər böyük olduğuna görə o qədər gözəl olmadı və səbətimizə əlavə edirik. 2 dənə pəmbiş çıxıb, yəni ulduzlu tokanı təmsil edir. Bir ədəd qara, bir ədəd isə ağ əlavə edirəm. Əlavə edirik. 2 dənə mavi çıxdı. Saçma 2 dənə qırmızı çıxdı. Və bu qələmi təmsil edir. Və buradan bir qələm seç. 2 dənə qələm seçirəm. Bir bu, bir də ki bunu seçirəm. Səbətimizə əlavə edirik. Ədəd mavi çıxdı. Bu isə squishni təmsil edir. Məncə bunu götürək. Səbətimizə əlavə edirik. Bir dənə qara çıxdı. Qara rəsmini təmsil edir. Buradan isə gəlin bunu tatlışlı şaka mı bunun? Bunu verəcəm. Səbətə əlavə edirəm. Və son olaraq qəhvəyi çıxdı. Qəhvəyi də aksesuar təmsil edir. Aksesuar verəcək. Bir ədəd belə bir qolbaq verək. Gördüyünüz kimi belə bir şəkildədir. Çox gözəldir. Bunu veririk. Və bunu da səbətə atırıq. Və uşaqlar gəlin bunu paketləyək. Çeşidli paketlərim var. Ən böyüyünə yığmaq zorundayım. Çünki çox böyük hədiyyələr çıxıb. Belə bir şəkildə. Və birinci olaraq bunu vermək istəyirəm. Bunu qoyuruq bura. Sonra gördüyünüz kimi planşet.
uzanan barmaq, belə bir kromili dəftər, belə bir özü deyim və gözəl bir dəftər, belə bir ütü, belə bir Bibi kartı, iki dənə ruçka, bir ədəd skuşi, bir ədəd qolbaq, bir ədəd stres çarkı, bir ədəd rezin, bir ədəd dəftər, sonra isə 2 toka, 3 ədəd isə qələm qabı, belə bir şəkildə 3 ədəddir. Və bunu da koyduk bu hissəyə. Gördüğünüz gibi paketim hazırdır. Kanalıma abone olup like atmayı unutmayın. Sağ olun.